Herkese salam. Salam. Deməli biz bu gün gəlmişik gəzməyə. Əslində gəzmişik. Biz gəzmirik, uşaqlar gəzir. Hardaydıq biz bayaq? Gənclik parkda. Gənclik parkın anasını ağlatdıq. Çəkmək yadımızdan çıxdığında çəkirik. Ağlama bebe. Gene ağlama. Maç elə. Gene ağlama. İkizler bu arada çok şirinler. Bize de kısmet. Ama istemiyoruz. Sağ ol. Yani devam edebiliriz. Yarış da bir dəfə də bize. Ada teyze. Aferin vurdu. Ada hanım. Miran. Uy, korktum. Tez ol. Aferin. Yani bir dakika. Bir çerçeve. Bir çerçeveden vururum. Soldan vururum. Hamısı soldan vurur. Soldan vurdum. Bəs daha önceden vurmurdunuz. Sola keçinir bax, o eyni çərçivədən deyil. Başqa yəni bir çərçivədən də yəni. Bu ucu bir tərəfi vurmam, bir tərəfi vururam. Sol tərəfə vurur. Ya sağ vurmur, ya sol vurur. Dörd tane sağ vurur. Üç kişi gelsin. İyi bir. Qorxursansa nəyə çıxmısan bura? Hə? Hadi. Qəbələdə 25 atış. 20 manatımızı uduzdun, he? 20 manat tutduğu hədiyyəyə baxın. Gəl. Baxın nə utdunuz? Baxın bir maşın, bir araba, bir mişqa. Hə, danış. Danış da. Effektensiya danışacaq. Hə, yaxşı da Allah qəşə düşürsən, süper. Güzəlsən sən azız. Şartlarda 25 atışa 23 tane falan vurmuştum. Bir de bir gətirdi bir şeylik verir. Amma sən bir dənə sözüm çox qəşəng vurdun, Allah'ın dostu. Əslində çox az verdi, bizi Allah'dı. Bura gəlməyik qızlar. Ama tap necə vururdu. Vurdun olmuşsun, az saydı. Dök çəkirlər. O işin düşür diye gelmiş. Ya ama teyze sana doğum gününde aldı ama. Denə 20 manata bir dənə tortalarda nüfləyərdik. De, al da de. Ne güzel. Bunlar anne o bu tarafa geç. Işık burada var diye gelmişim. Bura başa düşürsən. Orada da vardı ışık. Az buradan var. Həyatsız dalaşma. Niyə dalaşırsan ki? Uşağa bak uşaq. Ama baba aşında. Haşında. Abla. Böyle hediyeni gör. Əziyyətdən ki saat orada 20-30 manat pul xərcləyir. Buna yekə hediyə alsın. Bu da getir bir dənə balaca hediyə edə işte. Diğerini seç gidelim. Gəl. Nasıl da çəkmədi? Necə hisslər keçirirsən? Deyirəm əməliyyata girim, bir ağırsız olacaq, yüngül olacaq. Bir əməliyyata girim. Sağ ol, sən əməliyyata girmişsən et. Hə? Allah qismət etməsin. Amma mən girmişəm. 7, 10, 15. Hələ bunun
Arxasında belə istədiyim əməliyyatlar var. İstədiyim əməliyyatda 1 dəmə var. Göstərim. 1 2 3 Ada. Seversen anasını. Yazın korkursan ben bildirmirsin. Analizləri verdim. Cavablarını gözləyirik. Bu da burada xəstəxanaya fikir bildirir. Burada bir dənə tüt doxu var qızlar. Biz hər gələndə şikayət edirik. Adam həqiqətən çox başına alır. Çox tütlü. Gözlüyü kateden keseceğim. Sıraya görsək sonra qədər sıra var. Dəməliyyətə gedəcəm deyə mən tez-tez alıram. Niyə ağlayırsan? Hə? Ay ata, niyə pis olmuşsan? Hə? Narahat olmayayım, mən var, heç nə olmayacaq mənə. Həmişə boşunda. Ata, ağlama. Niyə ağlayırsan, ha? Qoy get də deyirəm, mən gözləmə. Həkim. Bir dənə öz baba. Ağlayırsa da bir dənə. Qocu. Qızlar, anestesiyadan danışdım. Dedi, yemək qətiyyən. Əməliyyatı gözlə. Bu arada içəridə hər kəs beni tanıdı. Benden de öldüm başından. Bak terlerde sıkılır. Koca. Her əməliyyatı görəndə niyə qorxuram? Çıxandan sonra nağaram. Görüntülü yığıb anını qoşub ağlayıram. Hadi. Girəmədi, bacı. Mən girərəm şəxsən ora. Mən girərəm, hə? Sistem qoşuldu, qızlar hal-hazırda qorxudur, əlim əsir. Bu necəncə əməliyyatımdır ki, əməliyyatlar kraliçası oldum bir hətta. 3 ildir qızlar heç bir iş görə bilmirəm, ağrım hər dəfə tuturdu. İstəmə bövrək daşıymışım. Qanaxmalar zatlar olurdu məndə tez. Ona görə axırda Sof həkimim sağ olsun yoxlan şeylərində gördü ki, bövrək daşıdı. Böyük idi. Ona görə əməliyyata görə. Bu arada qorxuram. Qızlar stent qoyacaq, su içərdə stentdən çıxardacaqlar, daşıyacaqlar. Belə. Danışa bilmirəm. Əməliyyatdan çıxdım. Çox sağırım var idi. İğnə vurdular bir dənə. Çok qəribə oldu idi. Başım fırladı. Çok sağ olsunlar. Kızlar spor peçenyesine 2-3 saatten sonra ben çay verirler. Çay çekmedim. Bol su içmeliyim. Dünyanın bilməklə açımdan olurum. Yemək bilmirlər olmazdı. Elə bir mədə əməliyyatı zat olmuşum. Ancaq su içim. Ancaq sistem qoşullar. Dəhşət bir şeydir. Dedilər ağız olmuram bu çox çox yandırır. Çox ağır olur. Qanı təmizləməlidirlər. Ona görə sistem qoşulur. Qızlar, əməliyyatım üstünə 3 saat keçib, yaxşıyam, narahat olmayın, süpərəm. Prosto bədəmdən qan təmizlənmir deyə sistemlər edirlər. Uğurlu da stent qoydular, stenti də 14 günə çıxartacaqlar, onda narkozdan edirlər. Burada ses şeylər var, mən başıma gəlir. Nasıl ben bu xəstəxanaya başqa şey görə gəlmişdim.
Gücüm getirmir demem. Kolum yine. Ne qatılındı. İğnən 5 dəqiqə bir yerdə saxlamıram. Çıxardırlar, sağ ol, çıxırlar. Sakin durun. Durub indi birazdan gəzməliyim. Belə gəzdim ki, sırqa yadıma düşdü. Hal olsun ben, durup gəzdim. Hamı deyir, tək-tək gözə bilməz, duruz gəzdim. Yemeğim geldi kızlar. Soğan seçirəm burada. Ben soğanlı yemek yemirəm. Bunun içində də soğan var. Adını öləm deyə biraz greçka yedim. Ancaq su içməliyim. Kızlar, videonu burada sonlandırırım. Sevməmsə abunə olub, yorum yazmayı unutmayın. Üzümə gözümə renk gəlib. Əməliyyat otağı bu kadar mı yaraşır bir kadın? İnşallah başka əməliyyatları da görüşərik.